İfrat həddə olsa təvazökarlıqda insan israf eləsə, bu zillətə gətirib çıxardar, yaltaqlığa gətirib çıxardar. İnsan şərəf və izzətini itirər. Əgər aşağı həddə gəlib düşsə ki, insan təvazökarlıq eləmir, bu da təkəbbürlüyə gətirib çıxarar. Amma mütədil olanda, orta həddə olanda təvazökarlıq deyilən bir fəzilət meydana çıxar ki, bu da budur ki, insan qarşındakilara layiq olacaqların məqamlarına uyğun olaraq onlara təvazökarlıq göstərəsən. Amma şərəf və izzəti itirməyəsən. Dinimiz insanın şərəf və izzətini həmişə üstün tutub. Hətta məsələn hədislərimizdə var ki, birindən borc istəyəndə hər adamdan borc istəmə. Get o adamdan borc istə ki, onun yanında üzünün suyunu tökməyə dəyər. Hər kəsin yanında üzünün suyunu tökmə deyir. O dərvişlərdə, sufi dərvişlərində belə bir şey var ki, görürsən ki, hər cür həqir, alçaq işi onlar üçün problem deyil. Deyir, mən nəfsimi sındırıram. Mütəhhərinin Kamil İnsan kitabında belə bir əhvalat nəql edir. Bir dərviş öz halından danışır, deyir, gəmi ilə səfərdə idik. Gəmidir, açılıblar dənizə, yol uzun, qədim zaman. Gəmidə bir təlxək vardı, insanları əyləndirirdi. Bir əhvalat danışır, deyir, bir keçi var idi, tutdum keçinin saqqalından, ora baxdı, bura baxdı, gəldi, deyir, tutdum mənim saqqalımdan, başladı dartmağa ki, keçini bu cür dartıb sürüdüm. Bu hal deyir, mənim xoşuma gəldi. Niyə deyir? Çünki mən nəfsimi sındırdım. Bu izzətin əldən getməsidir, bu nəfsi sındırmaq deyil.